Sizin yerinizdə olsam, bu fərqləri bilmədən investisiyaya başlamazdım. Bu investisiyadır. Bu isə tradingdir. Fərq nədir? İnvestisiya aktivləri uzun müddət saxlamağa əsaslanır. Trading isə qısa müddətli qiymət dəyişikliklərindən qazanc əldə etməyə çalışır. Bu səhmdir. Bu isə istiqrazdır. Fərq nədir? Səhm sizə şirkətdə pay sahibi olmaq imkanı verir və gəlir əsasən qiymət artımı və dividenddən formalaşa bilər. İstiqraz isə şirkətə və ya dövlətə verdiyiniz borcdur. Gəliri isə adətən faiz ödənişlərindən yaranır. Bu uzun mövqedir, bu isə qısa mövqedir. Fərq nədir? Uzun mövqe qiymətin yüksələcəyini gözlədiyiniz zaman açılır və qiymət qalxdıqda qazanc imkanı yaradır. Qısa mövqe isə qiymətin düşəcəyini gözlədiyiniz zaman açılır və qiymət endikdə qazanc imkanı yaradır. Bu diversifikasiyadır. Bu isə bütün kapitalı bir aktivə yatırmaqdır. Fərq nədir? Diversifikasiya kapitalı fərqli aktivlər arasında bölərək riski azaltmağa kömək edir. Bütün pulu bir yerə qoymaq isə nəticəni tək bir qərardan asılı edir. Bu lisenziyası olmayan xarici investisiya şirkətidir. Bu isə Azərbaycanda rəsmi lisenziya alan xarici investisiya şirkətidir. Fərq nədir? Lisenziyası olmayan xarici şirkətdə kapitalın itirilməsi və skam halları riski daha yüksək ola bilər. Rəsmi lisenziya isə şirkətin yerli qanunvericiliyi və nəzarət çərçivəsində fəaliyyət göstərdiyini göstərir. İnvestisiya və maliyyə bazarları haqqında daha çox öyrənmək istəyirsiniz? CFI Online Akademiyasının ödənişsiz, strukturlaşdırılmış video kursları ilə investisiya və maliyyə bazarları üzrə biliklərinizi inkişaf etdirmək üçün sadəcə qeydiyyatdan keçin. Rəylərdə akademiya sözünü yazın, sizə qeydiyyat linkini göndərim.